Zəbur. 98-ci məzmur. Məzmur. Rəbbə yeni bir ilahi oxuyun. Çünki o, xariqələr yaratdı. O, sağ əli ilə, öz müqəddəs qolu ilə zəfərlər qazandı. Rəbb zəfərini bəyan elədi. Millətlərin gözündə salehliyini aydın göstərdi. İsrail nəslinə göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qutaracağına dək hər yerdə Allahımızın zəfərini gördü. Ey bütün dünya, cuşa gəlib Rəbbə nida elə. Birdən nida eləyin, məd, tərənnüm səsini ucaldın. Rəbbi çənglə, həm də ilahi bir səslə tərənnüm eləyin. Kəranay, şeypur səsi ilə, padşah olan Rəbbin hüzurunda cuşa gəlin, ona nida eləyin. Qoy dənizin və dənizdəki canlıların, yer üzü və orada yaşayanların səsi ucalsın. Onun hüzurunda qoy çaylar əl çalsın. Dağlar birgə məd oxusun. Çünki Rəbb dünyaya hökm eləmək üçün gəlir. Yer üzünə ədalətlə, xalqlara insafla hökm eləyəcək.